Həkimlik həm vicdanla, həm elmlə, həm də insanla işləyən bir peşədir. Amma təəssüf ki, bəzən cəmiyyət uğursuz bir nəticəni yanılmaq yox, bağışlanmaz səhv kimi qəbul eləyir. Çox vaxt bir həkimin 500 uğurlu əməliyyatı deyil, məhz bir uğursuz əməliyyatı yadda qalır deyirlər. Məsələn, X klinikasında baş vermiş bir hadisə tanınmış və hörmətli bir mütəxəssisin adı ilə əlaqələndirilir və bu da onun reputasiyasına mənfi təsir göstərir. Belə halların ictimailəşdirilməsi hansı hallarda doğrudur və hüquqi baxımından necə tənzimlənə bilər? Ümumiyyətlə, həkim ehtiyatsızlıqdan yaranan səhvləri və ağırlaşmalar, bunlar ayrı kateqoriyalardır. Bəzən bizim cəmiyyətimizdə qarışdırırlar. İstər media orqanları, istər pasiyentlər baş verəcək hadisədə dərhal reaksiya vermək istəyirlər və bu halda ağırlaşmanı ehtiyatsızlıqdan yaranan səhv kimi, həkim səhlənkarlığı kimi qiymətləndirib həkimi linç edirlər və bu da həkimin karyerasına, gələcək reputasiyasına mənfi təsir göstərir. Bu yol verilməzdir. Mən düşüncəmlə baş vermiş hadisə dərhal həm səhiyyə, həm hüquq mühafizə orqanları tərəfindən araşdırılmalı, həkimin əməyinə qiymət verilməli. Əgər bu ağırlaşma cərrahi əməliyyatlardan sonra ola bilər ağırlaşmalar içindədirsə və bunun 100 xəstənin ikisində, üçündə yarana bilər deyəcəksə dünya protokolları, bu ağırlaşmada həkimin edə biləcəyi və bu ağırlaşmanı döndərə biləcəyi, vaxtında qarşısını ala biləcəyi bir hərəkət, hər hansı bir müdaxilə mümkünsüz idisə, məsələn, bağırsaq anastomozu qoyulur, mədə-bağırsaq arasında cərrahi əməliyyatlarda, məsələn, yoğun bağırsaq arasında anastomozların, məsələn, 20 elə hissələr var ki, yoğun bağırsaqda 20% qaçaq riski var. Yəni, cərrah onu normal şəkildə qoysa belə, 100 xəstənin 20-sində, 5 xəstənin birində bağırsaq bir-birindən aralanıb, sızma yarana bilər. Burada həkimi günahlandırmaq yox, baş verəcək hadisənin ola bilər protokollarda mövcudluğuna baxmaq lazımdır ki, bu faiz öz əksini tapıb, yəni bu ağırlaşma ola bilər. Bir də var, həkimin hərəkətsizliyi, səhlənkarlığı, ehtiyatsızlığı nəticəsində insan orqanizminə hər hansı bir xəsarət və qalıcı bir hal yaransın. Və təbii ki, bu hallar da yenə də hüquq mühafizə orqanları tərəfindən araşdırılmalıdır. Bu, tibbi təhsili olmayan insanların araşdıracağı bir mövzu deyil.